Erkən yaş dövründə uşaqların internetdən istifadəsində valideyn nəzarəti necə təşkil olunmalıdır? Müasir dövrdə uşaqların internetdə qarşılaşdığı hadisələrin sayı sürətlə artır. Təbii ki, valideynlər övladlarının bu mühitdə təhlükəsiz və etibarlı olmasını istəyirlər. İlk öncə valideyn və uşaq arasında açıq və etibarlı ünsiyyətin qurulması əsas şərtlərdən biridir. Təəssüf ki, bir çox valideyn diqqətini daha çox texnoloji həllərə yönəldir. Hansı məzmunun bloklanmalı olduğunu və ya hansı mobil tətbiqlərin təhlükəsiz və ya riskli olduğunu araşdırırlar. Lakin nəzərə almaq lazımdır ki, heç bir texnoloji vasitə mükəmməl deyil. Üstəlik, bəzi valideyn nəzarəti tətbiqləri məxfiliklə bağlı ciddi narahatlıqlara səbəb olur. Bu səbəbdən uşaqlara internetdə real həyatda olduğu kimi məsuliyyətli davranmağı öyrətmək vacibdir. Erkən yaş dövründə uşaqların ekran qarşısına keçirdiyi vaxtın mümkün qədər məhdudlaşdırılması önəmlidir. Əgər planşet və kompüterlərdən istifadə qaçınılmazdırsa, ekran vaxtı hər gün 1 saatdan çox olmamalı və yalnız valideyn nəzarəti altında olmalıdır. Eləcə də valideyn nəzarətinin çərçivəsində bir neçə təlimatlara əməl etmək tövsiyə olunur. Veb saytların filtrlənməsi, ekran vaxtı məhdudiyyətləri, mobil tətbiqlərə və verilən icazələrə nəzarət, məkan izlənməsi və təhlükəli fəaliyyətlərə qarşı xəbərdarlıq. Bir məqamı unutmaq olmaz ki, hər bir uşaq müstəqil bir şəxsiyyətdir. Nəzarət nə qədər yüksək olsa, unutmayın ki, övladınız buna görə sizə inciyə bilər, xüsusilə də ona güvənmədiyinizi hiss edərsə. Buna görə də məhdudiyyətləri onunla birlikdə müzakirə edin ki, niyə belə etdiyinizi başa düşsün və bunu nəzarət kimi yox, qayğı kimi qəbul etsin.